Salam əziz şagirdlər, videoya xoş gəldiniz. Bugün həndəsədən çətin suallara baxacağıq. Bu suallar imtahana düşmüş suallardır və imtahana düşmüş ən maraqlı həndəsə suallarıdır. Gəlin bir yerdə başlayaq, görək nə qədərini həll edə biləcəksiniz. Videonu dayandırın, sonra əvvəl özünüz çalışın, yazasınız, sonra baxın videoya təbii ki, daha yaxşı olar sizin üçün. Bu arada ödənişli sınavlar qrupumuz üçün əlaqə saxlaya bilərsiniz buradakı WhatsApp nömrəsi ilə. Burada sizə deməli həftədə 4 dənə sınaq göndəriləcək. Bu sınaqlar hamısı buraxılışa tam uyğun sınaqlardır. Təbii ki, əvvəlki illərin buraxılışları da işlənilir qrupda. Əlavə də buradakı suallardan da qrupa göndəririk. Belə, gəlin biz başlayaq buradan birinci sualımızdan. Bizə deyir ki, BYS 90 dərəcədir. YJ BS'ye perpendikulyardır. BJ AB'ye bərabərdir. ABSD düzbucaqlısının sahəsi bu qədərdir. YB parçasının uzunluğunu tapın. Çox maraqlı sualdır bu. Deməli, bu dimtopda olan bir sualdır. Yəni, sizə 9-lara düşmüş ən maraqlı sual deyə bilərəm. Bax, burada BG və AB-yə A yazdım, çünki bunlar bərabər idi. Sonra bizə deyir ki, ABSD düzbucaqlısının sahəsi bu qədərdir. Mən də ABSD-nin sahəsini tapmaq üçün onun tərəflərini bilməliyəm. Bir tərəfi bilirəm, AB, A demişəm, amma BS, burası boş qalır, burada B deyik. Olsun, BS də A üstəgəl B. İndi mən bu düzbucaqlının sahəsini yazsam, nə deyərəm? A vurulsun, A üstəgəl B. Yəni, N vurulsun uzunluq. Burada problem yoxdur. Bizdən YB-ni soruşur. İndi burada uşaqlar fikirləşin görək. YB ilə nə əlaqəsi var ki, buradakı sahənin? Bax, əslində bizə bu mesajı özü verib. 90 dərəcə var burada. Düzbucaqlı üçbucaq var. Buradan hipotenuza hündürlük endir. Burada şagirdin ağlına birbaşa olaraq Evklid gəlməlidir. Gəlmirsə deməli qaydaları yaxşı bilmiş. Bunu görən kimi Evklid gəlməlidir ağlımıza. Ondan sonra biz bilirik ki, katetin kvadratı proyeksiyası vurulsun ümumi hipotenuzdur. Yəni A vurulsun, A üstəgəl B. Biz də xoşbəxtlikdən A vurulsun, A üstəgəl B-ni bilirik. Çünki sahə nə qədərdir? 196-dır. Düzbucağlının sahəsi. Onu buraya yazsaq. X kvadratı 196 isə 196 nədir? 14-ün kvadratı. Onda x-imiz oldu 14. Bu qədər bəsit və çox gözəl sualdır. Məncə 9-lara düşmüş ən maraqlı sual budur deyə bilərik. Gəldik bu suala. Bu sual məşhurdur uşaqlar. Çünki burada oxşarlıq var. Yəni oxşarlığa aid çox belə dəhşət sual nümunəsi yoxdur. Onlardan biri də budur. Bax, ASD ilə deyir ki, ABC bucaqları eynidir. Məsələn, deyir, bura alfa olarsa, burada, bura yox, ASD. Bura alfa olarsa, məsələn, burada alfadır. ASD, bir də ABC. Bunları yazdım. Digər tərəfdən, baxın, BC paraleldir AD-yə. Bunlar paraleldir. Onda burada daxili çarpaz bucaqlardan, bura bir beta desəm, burada betadır. Z qaydası, Z hərfini görüyor oradan. Üçüncü bucaq da bura bir teta olarsa, burada da bu bucaq teta olacaq. İki dənə oxşar üçbucağımızı gördük. Onsuz da iki bucağın bərabərliyini biz artıq oxşar üçbucaqlar deyə bilərik burada. Hamısı lazım deyildi, amma biz hər ehtimala yazdıq. AD 18-dir, BS 8-dir. Bizdən AC-ni soruşur. İndi uşaqlar, gəlin biz uyğun bucaqlara görə tərəflər nisbətini yazaq. Məsələn, ABC üçbucağında alfanın qarşısı x-dir. ACD üçbucağında alfanın qarşısı 18-dir. Alfaların qarşısındakı tərəfləri böldüm. Burası əla. Tetanın qarşısı tikdə 8-dir. Böyükdə isə x-dir. Çarpaz vuranda x kvadrat 144 oldu. X-imiz oldu 12. A variantı. Qəşəng bir sualdır. Şəkildəki A və B kvadratlarının sahələri cəmi 41 sm kvadratdır. Kvadratların tərəfləri natural ədədlərlə ifadə olunarsa, böyük kvadratın perimetrini tapın. Bu da kifayət qədər maraqlı sualdır. Deməli, burada uşaqlar, buna bir A deyək. Deməli, sahəsi nə qədər olacaq? A kvadrat. Bunun tərəfinə bir B desək, sahəsi olar B kvadrat. Deyir, sahələri cəmi 41-dir. Mən də yazıram, A kvadrat üzərinə gəl, B kvadrat bərabərdir 41. Hələ ki, qəribə işdə yazmamışam. Sonra bizə deyir ki, tərəfləri naturaldır. İndi buradan əslində birbaşa olaraq baxanda görünür ki, bu kvadratları cəmi 41 olan ədədlər hansılardır? Təqribi biz bunu bilirik. Amma gəlin biz bunu yazaq görə necə tapa bilərik. Bax, bunu sağ tərəfə atsaq, bu daha basit görünəcək. Məsələn, buradan biz bilirəm ki, B-yə hansı qiymətləri verə bilərik? 1 verə bilərik, 2 verə bilərik, 3 verə bilərik, 4, 5, 6, 6-ya qədər qiymətlər verə bilərik. Çünki 41-i aşacaq, artıq mənfi olacaq. 1 versək nə olacaq burada? Deməli, 41 çıx 1, 40 oldu, düzdür. Deməli, bizim 40-ımız nədir? A kvadratdır. A kvadrat 40 oldu. 41 çıx 1. Bu ola bilməz. Çünki A natural olmayacaq. İkinci, B-yə 2 versək,
Kvadratı 4 oldu. 41'den 4 çıxsam 37. Bu da olmaz. Bu da çünki heç bir ədədin kvadratı deyil. 3 versək 41 çıx 9. Bu da olacaq 30, deməli 2. Bu da olmadı. 4 versək 41 çıx 16, 25. 25 olacaq. Deməli mən burada B-yə 4 verdiyim zaman bu olacaq 25. Onda A kvadrat 25 isə A-mız da oldu 5. 4 və 5. Böyük kvadratın tərəfi 5-dir, kiçikdə isə 4-dür. Bu qədər gözəl bir sual. Böyük kvadratın perimetridir isə P bərabərdir 4A-dan 4 vur 5. Cavabımız 20. Bu da sevdiyimiz bir sualdır. Baxaq növbəti sualımıza. Bir daxili bucağı 150 dərəcə olan düzgün çoxbucaqlının bir tərəfi 5 olarsa onun perimetrini tapın. Deməli uşaqlar bir dənə çoxbucaqlımız var. Buradan bir dənə daxili bucağı bizə verib 150 dərəcə. Bu düzgün çoxbucaqlı. Düzgün çoxbucaqlı demək tərəfləri və bucaqlarının bərabər olması deməkdir. Biz bunu bilirik burada. İndi bir tərəfi 5-dir. Biz gəlin nəyi tapaq uşaqlar? Tərəflərin sayını tapaq. Daxili bucaqla da tapmaq olar. Mən daha çox necə tapıram? Xarici bucaqla tapıram. Bax bunu uzadıram belə. Bu olur nə qədər? 30 dərəcə. Bir xarici bucağı 30 dərəcədirsə və mən də bilirəm ki, bütün xarici bucaqlar hamısı 30 dərəcədir. Hamısı. Çünki bu düzgün çoxbucaqdır. Bütün daxili bucaqlarda, xarici bucaqlarda, tərəflərdə bərabər olan bir fiqurdur. İndi buradan ümumi xarici bucaqlar cəmi 360 dərəcədir. Mən 360 dərəcəni bölsəm bir dənə bucağa, taparam 12. Deməli, bunun 12 dənə tərəfi var imiş. Hər bir tərəfin də uzunluğu 5-dirsə, onda P bərabərdir 12A-dan 12 vur 5. Deməli, perimetrimiz 60 imiş. Hər bir tərəf nə oldu? 5 oldu. Ümumi də 12 tərəf olduğu üçün 12 tərəf 5, 60. Sonra davam eləyək. Burada qəşəng suallarımız var. Düzbucaq koordinat sistemində oturacağı BS olan, demək bunu əvvəlcə çəkək. Bu sual tipi 9-da məşhurdur, tez-tez istifadə olunur. Koordinat sisteminin olan suallar. Ona görə belə bir şey seçmək. Yenə belə bir şey düşə bilər imtahana. Deməli, bizə deyir ki, oturacağı BS olan ABS bərabər yanı üçbucağı. Əvvəlcə biz nəyi yazaq bura? Bura bir A nöqtəsi yazıram. Deməli, bu 6-nın 8-ədir. 6, 8 bizim A nöqtəmizdir. Yəni, bunun x-i 6-dır, y-i 8-dir. B nöqtəsi 0, 0-dadır. Bu da buradadır. İndi deyir ki, oturacağı BS olmalıdır. Mən də fikirləşirəm ki, bu axı hündürlükdə həm də perpendikular endilikdə biz bunu aşağı. Burada bir üçbucaq yaratmaq istəyirəmsə, fikir verin. Oturacağı BS olan üçbucağın bir tərəfi bucağı yuxarıdadır, biri soldadırsa, avtomatik o biri sağda olacaq. Və mən bu üçbucağı belə yaratsam, özünüz də görə bilərsiniz ki, belə bir üçbucaq olacaq bu hardasa. Düzdür. İndi məsələ nədir? Bu bucağı, bu nöqtəni konkret tapmaq. Çox rahat tapa bilərik. Bax, bizim burada endirdiyimiz hündürlük ki var, bu həm də mediandır. Niyə? Çünki üçbucaq bərabər yanlıdır. Buna bunu bərabər yanlı yazsam, bax, buradan bura məsafə nə qədərdir? 6-dır. Buradan burada məsafə 6 olsa, deməli bu nöqtə neçə olmalıdır? 6 üstə əgəl 6, bura 12 olmalıdır. Və bizim burada x-imiz 12-dir. Sual nədir? Və bizdən sahəni soruşur. İndi bizim üçbucağımızın oturacağı 12 oldu. 0-dan 12-yə. Hündürlüyü də nə oldu? 6 oldu. Bu da tərəfi oturacağı olsun. Onda bizim sahəmiz S bərabər 2-də 1 A vurulsun HA. Yəni 2-də 1 tərəfimiz 12-dir, hündürlüyümüz 6-dır. X dəqiqəsi 6, alt dəfə 6, 36 santimetr kvadrat B var. Bu da qəşəng sualdır. Yəni uşaqda təsəvvür olmalıdır ki, mən nə iş gördüm, oradan bunu indirdim. Biraz mürəkkəb sualdır. Ümumiyyətlə, buradakı sualların hamısı müəyyən qədər mürəkkəbdir. Asan suallar deyil, onu deyim. Ona görə başlıqda çətin suallar, bilmirəm, yazmışıq yoxsa yox, yazmağı məsləhət görərdim özümə. Deməli, AM MB-yə bərabərdir. Olsun. BN NC-yə bərabərdir. Deməli, bu MN neymiş? Orta xəttimiş. Yadda saxlayın ki, bir üçbucaqda iki tərəfin ortasını birləşdirən düz xətt parçası orta xəttdir. Başqa heç bir şərtə ehtiyac yoxdur. Digər şərtlər avtomatik gəlir özdə. Məsələn, paralellik avtomatik gəlir. Yarı olmasa avtomatik gəlir. O öz yerində. İndi burada uşaqlar, biz gəlin belə eləyək. Mən bunu böyüdüm. Buradan baxaq nəyə? Bax, burada uşaqlar. Sən buna A desəm, burada A-dır. Buna B desəm, burada B-dir. Və bu da bura paraleldir. Bu bucaqda hər ikisi üç eynidir məsələn. Oradan da gedə bilərik. Məsələn, buradan da getmək olar. Bura alfadırsa, burada alfadır. Bura beta olarsa,
Burada betadır. Burada teta olsun. Bax burada ABC ilə MBN oxşar üçbucaqlardır. Niyə? Bucaq-bucaq əlamətinə görə. Çünki onsuz da avtomatik paralellikdən iki dənə bucaqları eynidir. Üçüncü də ortaqda hər ikisi üçün. Həm bu üçbucaq üçün teta eynidir, həm də böyük üçbucaq üçün. Hər ikisinin təpə bucağı tetadır. Ona görə bu üçbucaqlar oxşardır. İndi mən buradan deyə bilərəm ki, oxşarlıq əmsalı 2-dir. Oxşarlıq əmsalı 2-dirsə, sahələr biri o birindən 4 dəfə böyük olacaq. Çünki fikir verin. Məsələn, burada birini yazsaq məsəl eləyər. Alfanın qarşısı burada A-dır. Böyükdə alfanın qarşısı B-sə, yəni 2A-dır. Bu bizə nəyi verir? K-nı verir. İxtisar aparsam 2-də 1 oldu. K oldu 2-də 1. Bu o deməkdir ki, böyük üçbucağın tərəfi, məsələn, A-dırsa, daha doğrusu kiçik A-dırsa, böyük 2A-dır. Kiçikdə B-dirsə, böyükdə 2B-dir. Kiçikdə C-dirsə, böyükdə 2C-dir və s. Medianlar da, hündürlüklər də, həm bölənlər də hamısı bir-birindən 2 dəfə böyükdür. Yəni düz xətt parçaları. Amma sahə 4 dəfə böyük olur. Çünki biz deyirdik ki, S1 böl S2 bu oxşarlıq əmsalının kvadratı ilə eynidir. Yəni 2-də 1-in kvadratı 4-də 1 olacaq. Bu o deməkdir ki, biri əgər S-dirsə, o biri 4S olar. Biri o birindən 4 dəfə böyükdür. Onda məsələn mən bura S yazsam, böyükdə 4S olmalıdır. İndi bir S-ini oraya yazmışam, axı yerdə qaldı 3S. Balaca üçbucağın sahəsi S-dir, böyükdə 4S-dir. İndi S-i yuxarıda da axı bir hissəsi. Yəni o MBN də ABC-nin bir hissəsidirsə, o da sahəyə daxil olmalıdır. Ona yuxarı S yazdım, aşağıda 3S yazdım ki, cəm 4S olsun. Əla. Balaca üçbucağın sahəsi S oldu, böyüyü 4S oldu. Burada razıyıq sizlə. Əslində bunu bilməliydiniz qayda olaraq ki, orta xətt çəkildiyi zaman yuxarıdakı üçbucaq S-dir, aşağıdakı trapez 3S-dir. Bunu buradan isbat elədik əslində biz. İndi bunu bildik. Nə deyir bizə? Ümumi sahə deyir ki, 48-dir. Yəni 4 S-imiz 48-dir. Onda bir dənə S-imiz nə olacaq? 12 olacaq. Nə soruşur? BMN. BMN də bir dənə S daxil. Cavabımız onda 12 olacaq elə. D variantı. Bir də bunu belə düşünə bilərsiniz uşaqlar. Burada orta xətti çəkmişik də. Orta xətti bu. Bir də burada orta nöqtə götürürəm. Bunları da birləşdirirəm. Deməli bu da orta xətt oldu. Bütün düz xətt parçaları üçü də orta xəttdir. Orta xəttlə sahə 4 dənə bərabər sahəyə bölünür. Bunu da yadda saxlaya bilərsiniz. Çünki burada 4 dənə konqruent üçbucaq yaranır. Əla. Gələk növbəti suallarımıza. Əslində bu biraz isbat edir, yoxsa sadə bir sualdır. Yəni o qaydanı bilən üçün sadədir, amma haradan gəldiyini göstərmiş olduq. Deməli, diaqonalları 6 və 8 olan rombun daxilində çəkilmə çevrənin radiusunu tapın. Burada uşaqlar düstur bilə bilərsiniz. Kiçik R bərabərdir. D1 vur D2. D1-in kvadratı üstə gəl D2-nin kvadratı. Belə bir düsturumuz var. Bu deməli, rombun daxilində çevrə çəkildiyi zaman həmin çevrənin radiusunu tapmaq üçün istifadə olunan düsturdur. Gəlin yoxlayaq. Sonra bir də bunun başqa üsulunu deyərəm. 6 vur 8. Burada 36 üstə gəl 64 kvadratlar cəmi. Yuxarıda 48 aldım, aşağıda 2 vur. 10 oldu bu da. İxtisar aparsaq 24. Cavabımız 2 onda 4. B variantı. Bu sırf düsturla. Bir dənə düstur bildin tapdın. Bu hətta OTK-yə düşmüşdü eynən bu sual. İndi deyək ki, bu düsturu bilmirsən. Məcbursan düstursuz yazasan. Bu düsturu bütün uşaqlar bilmir yəqin ki, biraz belə qəribə düsturdur deyə. Birinci uşaqlar, gəlin biz tərəfi tapaq. Tərəfi də düstursuz tapacam. Düsturla da tapmaq olar. Diaqonalla tərəf arasında bir düsturumuz nə idi? D1-in kvadratı üstə gəl, D2-nin kvadratı bərabər 4A kvadrat. Romda tərəflə diaqonallar arasındakı əlaqə düsturudur. 6 və 8-i yerinə yazsaz, A-nı oradan taparsınız 5. 100 olacaq. 100 bərabər 4A kvadrat. A kvadrat neçə oldu? 25 oldu. A da oldu 5. Amma gəlin biz bunu belə tapaq. Birinci onu bilməlisiniz ki, rombun diaqonalları perpendikülər kəsir və kəsmə nöqtəsində yarı bölünür. Onsuz da paralelogramda yarı bölünür hamısında. Düzbucaqda, kvadratda, romda hamısında yarı bölünür. Çünki paralelogramın özündə yarı bölündüyü üçün onun növlərində də yarı bölünür. Amma burada həm də perpendikülər olacaq. Onu bildik. Ondan sonra diaqonallar 6 və 8 olduğu üçün yarı-yarı bölünür. Məsələn, bu 3-3 oldu. Bu da 4-4 oldu. İndi bura baxın. 3-4, sonra bunu 5 tapdım. Həmin düsturla tapdığını mən belə tapdım ki, tərəfi 5-dir. Bu yadımızda qalsın. Digər tərəfdən başqa nə bilməlisiniz? Rombun bu arada bütün tərəfləri bərabərdir şu an. Belə eləyim ki, burada 5-dir yəni. Aşağı, bütün tərəflər 5-dir. İndi bunun daxilində bir çevrə çəkək. Çəkməyə çalışaq ya da. Belə bir çevrəmiz var. İndi burada uşaqlar. Məsələ nədir?
Ben buradan bir hündürlüğü endirirəm. Rombun hündürlüğü. Ha, fikir versəz, bu həm də nədir? Diametrdir. Çevrənin diametri ilə rombun hündürlüyü üst-üstə düşür. O perpendikulyarı çünki bilirəm ki, radius toxunana perpendikulyardır. Bu da rombun tərəfləri bu çevrənin toxunanlarıdır. Ona görə bizim burada h-ımız ki var, bu radiusun 2 mislidir. Yaza bilərəm burada h bərabərdir 2 vur r, r də bərabərdir h bölünsün 2. Deməli, mən hündürlüyü tapsam, artıq radiusu tapmış oluram. Bax, düstur bilsəz tez tapırsınız, amma düstur bilməsən, təbii ki, məsələn, mən bunu daha yaxşı yaza bilirəm. Uşaqda da belə idim. Düstur öyrənə bilmirdim. Yəni, o düstur yadımda qalır, qarışırdı bir-birinə. Görəsən D harda idi, C harda idi və s. Amma bununla yolun bilirəm də, çünki nə etməliyəm? Sıralamanı bilirəm. Əvvəl bunu tap, sonra oradan sahədən get, radius tap. Kimsə isə düstur öyrənə bilər, təbii ki, problem yoxdur. İndi bunu tapdıq. Burada uşaqlar məsələ nədir? Biz h-ı tapmalıyıq. Tək tapmalı olduğumuz h-dır. H-ı tapsam, böləcəm yarıya, radius tapacam. Çünki mən bilirəm ki, hündürlüklə diametr üst-üstə düşdü. Radius tapmaq üçün hündürlüyü 2-yə bölməliyəm. İndi buradan gəlin belə eləyək uşaqlar. Belə bir düstur deyim sizə. Bunun sadə düsturunu hamımız bilirik də. D1 vur D2 bölünsün 2. Digər sadə düstur nədir? A vurulsun H. Diaqonallara görə sadə düstur, bir də tərəf və ona endirilmiş hündürlüyə görə sadə düstur. İndi buradan hər şey var, H yoxdur. Deməli, H-ı buradan taparam. Bax, D1-imiz 6-dır, D2-miz 8-dir, bölü 2. Tərəfimiz 5-dir, hündürlüyümüz bilinmir. Ondan sonra 6 ilə 2-ni xəsarlarımda 3 qaldı, oldu. 24 bərabərdir 5 vur H. H da oldu. 24-ü 5-ə bölsək 4 onda 8 olacaq. Bölüb yoxla bilərsiniz. İndi buradan bu düstura baxın diqqətlə. R bərabər H bölü 2. 4 onda 8 bölü 2. 2 onda 4. Bu da tapıldı. Təbii ki, bu cür də öyrənə bilərsiniz. Düsturla da eləyə bilərsiniz. Problemi yoxdur. Trapesiyanın diaqonalı onun orta xəttini 2 bölü 3 nisbətində bölürmüş. Bir trapesiyamız olsun. Belə bir trapesiyamız var. Deməli, diaqonalı onun orta xəttini 2 bölü 3 nisbətində bölür. Burada uşaqlar vacib bir nüans var deyə bu sualı seçmişəm. Bu bizim orta xəttimiz olsun. Orta xətt bilirəm ki, buranı da yarı bölür. Buranı da yarı bölür. Bu da sizinlə həmfikirik. Digər tərəfdən buradan bir diaqonal çəkmişəm. Bu bunu bölür. Deməli, 2K-nın 3K-ya. İndi uşaqlar, məsələ nədir? Buradan biz bilməliyik ki, bu düz xətt parçaları 3 dənəsi də bir-birinə paraleldir. Çünki onsuz da oturacaqlar paraleldir trapesiyada, orta xətt də onlara paraleldir. İndi burada məsələ budur ki, bax bu üç bucaqda 2K dediyimiz parça orta xəttdir. Çünki niyə? Yarı bölüb və paraleldir. Oturacağa paraleldir. Avtomatik bu orta xəttdir. Ona bura 4K olacaq. 2K isə 4K. Bu üç bucağın da orta xətti 3K-dır. Deməli, ora 3K isə aşağı oldu 6K. Üç bucaqda orta xətt 3K-sı oturacaq 6K, 2 misli olacaq onun. Yəni, burada bilməli olduğumuz nə idi? Burada yaranmış üç bucaqların orta xəttləri uyğun olaraq o, deməli, trapesiyanın orta xəttinin hissəsidir. Uyğun olaraq təbii ki. Məsələn, bura 2K bunun orta xəttidir, 8K bunun orta xəttidir. Burada əla. İndi orta xətt bizə verilib 15. Orta xətt 15-dirsə, 2K üstəgəl 3K bərabər 15 yazarım. Buradan 5K bərabər 15, K bərabər 3. K 3-dürsə, 2 dəfə 3. Bunu silim. 6 buradır. 3 dəfə də 3, 9 da buradır. Bunu da buradan silək də düzəldəcəyik. Deməli, 6-dırsa, bura 12 oldu. 9-dırsa, bura 18 oldu. Burası əla. Oturacaqlar fərqini tapın deyir. 18 çıx 12. Bu da həqiqətən maraqlı bir sualdır. Gəldik növbəti suala. Burada uşaqlar, birinci nəyə bilməliyik? Kimsə bunun qaydasını bilirsə, nə gözəl. Birinci burada nisbətə görə nə yaza bilərəm? Alfa bərabərdir 3K. Deməli, teta bərabərdir 4K. Qama bərabərdir 5K yazarım. Bu birinci məsələ. Ondan sonra bunu fərqlər əzbərdən bilməlidir ki, qabarıq olmayan konkav dördbucaqlıdır. Burada bu bucaq ki var, bərabərdir içəridə olan bucaqların cəmini. Yəni 3K, 4K, 5K neçə oldu? 12K. Bunda K bərabərdir 10. Bura oldu 30. Bura oldu 40. Bura oldu 50. Cəmlədik oldu 120. Sual nədir? Qam açıq, alfa deyir. 50 çıx 30. Cavabımız 20. Bu öz yerində. İndi bu niyə belədir? Onu da göstərək uşaqlar. Bax, burada misal bitdi artıq. Sadəcə buradan həlli göstərəcəm. Yəni isbatı göstərəcəm. Bunu axıra qədər uzadıram uşaqlar. Bunu uzatdığım zaman
Burada bir yeni üçbucak aldım. ABN, hatta ABY diyək. ABY üçbucağında bu xarici bucaq nəyə bərabərdir? Özünə qonşu olmayan iki daxili bucağın cəmi. Alfa üstəgəl teta. Digər tərəfdən buradakı DYS-nin də xarici bucağı 120 dərəcədir. O nəyə bərabər olacaq bəs? Özünə qonşu olmayan iki daxili bucağın cəmin. Alfa, teta. Tamam. Bu da sizə isbat. Üçünün cəmiymiş. Ümid edirəm yadınızdan çıxmaz. İndi gəldik bu suala. Çevrəsinin radiusunu tapın. Həmişə uşaqlar bu tipli sual düşür. Burada məsələ nədir? Burada məsələ tam kvadrat yaratmaqdır. Şimdi burada yazıram x kvadrat çıx 12x. Bunları yan yana yazdım. Sonra y kvadrat. Üzərinə gəl 6y çıx 4 bərabər 0. İndi buradan gəlin diqqətli olaq. Bax, burada tam kvadrat necə yaratmalıyam? Onu gəlin göstərək. Bilməyənlər üçün. İkinci əmsalı -12-ni yarı bölürsən, yüksəldirsən kvadratı. Bu da olur. -6-nın kvadratı 36. Deməli, bunun üzərinə 36 gəlsəm, həqiqətən də tam kvadrat yaranır. Nə olur bu? X çıxılsın 6-nın kvadratı. X kvadrat 12x bu 36. Düz yazmışıq. Deməli, buradan yaza bilərəm ki, x çıxılsın 6-nın kvadratı, amma nə etməliyik burada? Çıxılsın 36. Niyə? Çünki burada 36 yox idi, sən özündən orada 36 yazmısan. O 36-nın oradan çıxmaq lazımdır. Hətta məsələn belə yazaq, əvvəlcə çox tələsməyək. İlk dəfə görənlər qoy tam anlasın. Deyirəm ki, x kvadrat çıx 12x. 36-nı tapmışdım. Üzərinə gəl 36 çıx 36. Gəldim, çıxdım. Bura baxaq. İndi burada uşaqlar. İkinci əmsal 6-dır. Böl 2-yə 3. Yüksəlt kvadratda 9 oldu. Təzədən 9 çıxmaz. İndi bura bizə verdi. X çıx 6-nın kvadratı. Bunu yazdım. Bura bizə verdi. Y üstə gəl. 3-ün kvadratı bura getdi. Nə qaldı yerdə? -36, -9, -4. Burada oldu -49. Bərabər 0. İndi buradan 49-u ataq o tərəfə. Bərabər 49. İndi uşaq geriyə qalan nəyi bilməlidir? Çevrənin tənliyini bilməlidir. Çevrənin tənliyi bax belədir. X çıxılsın A-nın kvadratı, Y çıxılsın B-nin kvadratı bərabərdir R kvadratı. Burada AB nədir? Çevrənin mərkəzidir. Radius da bildiyimiz çevrənin radiusudur. Deməli, bizim mərkəzimizin koordinatı nə olmalıdır? Biri A-dır, yəni biri 6-dır. Bu isə -3-dür. Çıx 3 olmalıdır ki, müsbət 3 deyim. Üstəgəl olduğu üçün bu -3-dür. Bu mərkəzin koordinatı, radiusumuz da nə oldu? Orada R kvadrat 49-dursa, radiusumuz deməli 7-ymiş. İndi nəyi sorursa taparıq. Radius deyir elə, cavab oldu 7. Belə əziz şagirdlər, belə sualların davamını istəyirsə, belə seçmə sualların, sırf imtahana düşə biləcəyi sualların, yaxud çətin sualların videoda qeyd edə bilərsiniz şərhlərdə. İnşallah daha da tez-tez 9-lara dəstək videosu paylaşarıq. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək.